Yuxarı Şirvan suvarma kanalında baş verən bənd yarılması qəzasının fəsadları sürətlə aradan qaldırılır. Göyçay rayonunun Şəhadət kənd ərazisindən keçən torpaq yataqlı hissəsində baş verən qəza regionun su təminatını çətinliyə salıb. Hadisə dərhal nəzarətə götürülsə də fəsadların tam aradan qaldırılması üçün işlər hələ də davam edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin canlı qüvvəsi və texnikası fəlakət zonasında gecə-gündüz fasiləsiz növbəli rejimdə çalışır. Qurumun xüsusi texnikaları və qəza bərpa briqadaları əraziyə yuyulub uçan torpaq qatının yenisi ilə əvəz olunması və bəndin tam möhkəmləndirilməsi üçün texniki prosesi aramsız olaraq aparırlar. Kanalda təmir bərpa işlərinin hələ yekunlaşmaması səbəbindən Ucar rayonunda və ətraf ərazilərində əhalinin su təminatında müvəqqəti fasilələr yaranıb. Əsas hədəf qəza müddətində insanları susuz qoymamaq olub. Kanalda su kəsilən ilk andan etibarən Ucar su meliorasiya sistemlərinin istismarı idarəsi hərəkətə keçib. İdarə tərəfindən əhalinin çətinliyi dərhal nəzərə alınıb və kəndlərə mütəmadi olaraq mərhələli şəkildə maşınlarla su daşınıb. Sakinlərin içməli və məişət suyu ilə təminatı fəsadlar tam aradan qaldırılana qədər bu rejimdə nəzarətdə saxlanılacaq. Qurumdan bildirilib ki, hazırda qismən verilən su sınaq xarakterlidir. Yaxın günlərdə qəza tamamilə aradan qaldırıldıqdan sonra ərazidə su təchizatı əvvəlki qaydada tam və kəsintisiz olaraq tam bərpa ediləcək. Mən Ucar rayonu Alpot kəndi Xəlilov Cəlil Mirzəfəroğlu. Mən təşəkkür edirəm su idarəsinin müdirinə, Ucar rayonu su idarəsinin müdirinə təşəkkür edirəm. Biz su istəyən kimi bizə maşınla su göndərir. Allah canını sağ eləsin, ömrünü uzun eləsin. Mən sizə nə deyə bilərəm? Çox. Mən Cəbiyev İlham Sabiroğlu, Ucar rayonu Alpot kənd sakiniyəm. Bu Şirvan kanalının o qəzanı əlaqədar su biraz qıtlığı yaranmışdı bizdə. Ucar su idarəsinin müdiriyyətinə, ümumiyyətlə işçilərinə təşəkkür edirik. Təmənnasız bizi su ilə təmin edirlər, gətirirlər. Bax, bu gün də gətiriblər, deyən kimi də gətirirlər. Çox minnətdarlığımızı bildiririk. Sağ olun, çox sağ olun. Alpot kənd sakini Fərzəli İbrahimiz. Bir neçə gündür bu Şirvan kanalında qəza baş verdiyindən sularımız kəsilmişdi. Sağ olsun su idarəsi gətirib su ilə təmin elədi bizi. İçməli su ilə təmin elədi. Təşəkkür edirəm.